düşünürük ki, bugünkü Naibə xanım tədbir təşkil edir. Müharibə, şəhid ailələri və müharibə iştirakçıları ilə bir iş məsələsidir. Yəni, bu dövlət tərəfindən maliyyələşən layihədir. Düşünür ki, bu layihədə iştirak edən şəhid ailələrinin, müharibə iştirakçılarının müəyyən problemləri var ki, bu problemlərin həllində sizə bir yardımcı təşkilat hüquqi yardım ediləcəkdir. Və bir də hamınızda bu tədbirdə fəal iştirak etməyi arzulayıram. Arzu edirəm ki, Allah eləsin ki, sizin bu problemlərin öz həllini tapsın. Xoş gəldin deyirəm yenə də və Naibə xanıma söz verirəm. Buyurun. Təşəkkür edirəm Xosrov müəllim. Əziz şəhid ailələri, müharibə iştirakçıları və tələbə müəllim heyəti, sizin hər birinizə salamlayıram, hər birinizə xoş gəlin deyirəm. Bildiyiniz kimi biz bu tədbiri keçirməkdə əsas məqsədimiz Quru Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə şəhid ailələri və müharibə iştirakçıları ilə iş adlı layihəni həyata keçiririk. Və bizim bu birinci tədbirimizdir və bizim demək olar ki, Bəridə 3 tədbirimiz keçiriləcəkdir. 2 tədbirimiz isə Ağdam rayonunda. Bizim sizin layihənin keçirməkdə əsas məqsədimiz, bu tədbiri keçirməkdə əsas məqsədimiz odur ki, siz şəhid ailələri ilə, müharibə iştirakçıları ilə görüşlər təşkil edək, problemləri ilə yaxından tanış olaq, sosial problemləri ilə maraqlanaq, onların həlli sahəsində işlər görək. Və eyni zamanda bizim müharibə iştirakçılarımıza, qazilərimizi gənc nəslinə tanıdılmasını, ictimaiyyətə tanıdılmasını təşkil etməkdən ibarətdir. İlk öncə tədbirə başlamazdan əvvəl biz dövlət himnimizin səsləndirməsini xahiş edirik. Şəhidlərimizin bir dəqiqəlik etiraf oğullarımız, qeyrətli qardaşlarımız, nə bilim, hamısı necə deyirlər ki, can qoyublar, hər töküblər və bizim bu günlərin məqsədimiz buraya gəlməkdə sizin dərslərinizi dinləməyə, sizin sosial problemlərinizlə maraqlanmağa, sizlərlə görüş keçirməyə lazım olsa evlərə gedəcəyik biz inşallah. Bir həftə buradayıq Allahın izni ilə.
Yəni kim danışmaq istəyirsə buyursun gəlsin. Düzdür, bizim şəhidlərimiz gedəndə arxasına belə baxmayıb da. İndi nə qədər ki bizim nəsə problemimiz olacaq, bizə nəsə verəcəklər, necələr bu olmayıbdır. Amma bizim dövlətimiz bilirsiniz ki, hər zaman prezidentimiz ailəsi diqqətli olubdur. Həm şəhid ailələrinə, həm veteranlarımıza, qazilərimizə. Bilirsinizmi, biz 44 günlük müharibə zamanı nə qədər itkilər verdik. Nə qədər qazilərimiz oldu. Onların tək-tək problemləri ilə həddindən artıq çoxdur. Yəni ki, buna baxmayaraq yenə də bizim Heydər Əliyev fondu, qeyri-hökumət təşkilatları hamı əlbir oldu. Bacardığımız yerdə biz əlimizdən gələni eləməyə hazır olduq və bizlərin də borcu budur ki, sizlərlə bir görüşü keçirək, lazım gələni əlimizdən eləməyi əsirgəməyək. Buyurun, indi kim, buyurun əzizim. Mən özümün heç bir problemim yoxdur, heç bir şikayətim yoxdur. Əslində baxsan, elədiyimiz orqanlara şikayətlərimiz eləyir. Amma ümumən danışmaq istəyirəm. Şəhid ailələri mənim övladımı bayraq ordeni ilə tərtib ediblər. Məsəl üçün, devranımızı eləyiblər. Başqa bir şəhidlərimizi eləyiblər. Amma elə bir şəhidlərimiz var ki, onlar ilk gündə şəhid olubdur. Onlar elə necə deyirlər, Qarabağın qapısını iç gündə atan uşaqlarımızdır. Burada analar var, Zübeydə bacının oğludur, Reyhan ananın oğludur, Fəxrinin anasıdır, Ərzənin oğludur, Səidə bacıdır, Şahmurazdır, yəni bunlar var da. Yox, bizim dillərə dastan olan, bütün dünyaya dastan olan bizim Xudayarımızın qəhrəman anası. Qəhrəman oğlumuzun qəhrəman anası. Hamısı, hər biri qəhrəmandır. Hərəsinin özünün bir tarixçəsi var. Mən eləsi var ki, onların haqqında video çox hazırlamışam və hərəsinin özünün ayrı-ayrı o qədər gözəl şücaətləri var, o qədər gözəl qəhrəmanlıqları var ki, bu müharibəyə gedən, əlinə silah alan hər bir döyüşçümüzün hər birisi qəhrəmandır. Hər birisi bizim, necə deyirlər, valideyni bizim başımızın tacıdır. Dövlət qanunvericiliyində belədir, küçə, şəhid adlarının əbədiləşdirilməsi üçün küçə adları hər hansı bir şəhidlərə göstərdiyi şücaətlərə görə fəxri adlar, orden və medallar verilibsə, onlara küçə adları vermək mümkündür. Və bu qanunvericilikdir, onu nə biz dəyişdirə bilmirik, nə necə deyirlər, ancaq bunu dövlət orqanları, Milli Məclis dəyişdirə bilər. Yəni bu qanunvericilikdə qoyulmuş bir qanundur. Hər birinizi salamlayıram, Naidə xanım, bu işdə sizə uğurlar arzulayıram. Hər zaman yanınızda olmuşsunuz. Biz də sizin yanınızda olmağa həmişə özümüzə qürur bilirik. Naibov Devran Fazilov oldu. Bayraq ordeni. Mən də Mirzəyeva Xuraman Qərədməzlidir. Şəhid Devranın anası. Devran şəhid olandan 4 ay sonra mən müraciət elədim. Allah min dəfə razı olsun Fatma xanımdan. Tez nəzərə aldı, bizim küçəni elədi. Asfalt atdırdı. Bəsadə Şahmurazın xalasıyam. Üç bacının bir qardaşı olan Şahmuraz özü könüllü getdi döyüşə. Könüllü telefonla keçib, könüllü döyüşə getdi. Amma Şahmuraz fikirləşmədi ki, mənim atam, anam, bu üç bacım necə olacaq? Salamlayıram hər kəsi. Naidə xanım, sizə də uğurlar arzulayıram. Təşəkkür edirik, şəhid ailələrə, yanınıza sağlısınız. Bunları unutmuşuz. Allah cəm şəhidlərimizə ruhunu şad eləsin. Məqamları uca olsun. Bugün Azərbaycan bütövlüsə, Azərbaycan yaşayırsa, biz o oğullara borçluyuq. Biz valideyn olaraq da özümüz də o oğullara borçluyuq. O oğullarla bütün Azərbaycan nəfəs alır. Bugün yumruğun altında birləşən oğullar bütün dünyanı da yaşadı Azərbaycan xalqının. Qələbəsi də, uğuru da hamısı oğulların adı ilə bağlıdır. Alnımız açıqdır, yüzümüz ağdır, problemlərimiz çoxdur. Biz dövlətindən çox razıyıq, biz dövlətimizdən narazı deyilik. 5 il, 6 il bundan qabaq bilən yox idi mənim oğlum var o kətdə. Onu tanıyan öz əhatəsi idi, valideyni idi, qohumu idi. Amma indi o oğulların adı bütün dünyada səslənir.